Soha İsa adlı birindən sual var. O soruşur, Suriyadakı Ələvi və ya Nüseyri dini haqqında Əbə Sadiqin fikri nədir? Suriyadakı Ələvi və ya Nuseyri dini Şiə İslamının bir qoludur. Onlar 11-ci imam Həsən Əskəri əleyhissalamın vəfatından sonra 12 imamçı İslamdan ayrılıblar və İslam tarixini bilməyənlər üçün qısa izah verək. 11-ci imamın vəfatından sonra 12-ci imam gizləndi, yəni qeybətə çəkildi. Buna görə şiələr rəhbərsiz qaldılar. Sonra 4 şəxs bir-birinin ardınca gəldi və hər biri iddia etdi ki, 12-ci imamdan məktublar və ya əmrlər daşıyır. Həmçinin onlar 12-ci imam adı ilə şiələrdən xüms və zəkat pullarını alırdılar. İlk belə şəxs ortaya çıxanda başqa bir adam çıxıb dedi ki, bu şəxslər yalançıdırlar. Onlar 12-ci imamın əsl babı deyillər. Sadəcə insanları aldatmaqla pul toplayırlar. Həmçinin təqdim etdikləri məktublar 12-ci imam İmam Mehdi əleyhissalamın sözləri kimi göstərdikləri məktublar saxtadır. Bu adamın adı Muhammed İbn Nuseyr idi. Nuseyrilərin özlərinə bu adı verməsinin səbəbi buradan gəlir. Onlar özlərini Nuseyrilər və ya Muhammed bin Nuseyrin tərəfdarları adlandırırlar. Muhammed bin Nuseyr 12-ci imamın əsl babı olduğunu iddia edirdi və kiçik bir tərəfdar qrupu var idi. Lakin o, şiələrin çoxu tərəfindən rədd olunmuşdu. Biz inanırıq ki, Muhammed bin Nuseyr 12-ci imamın həqiqi babı və həqiqi iddiaçıdır. Bu inancı həm rəvayətlər, həm də Muhammed bin Nuseyrin öz tarixi sübut edir. 4 iddiaçı naibin yalançı olduğuna və məktubları uydurduğuna, məktubların imamların təlimləri ilə ziddiyyət təşkil etdiyinə inanırıq. Bu mövzuda Nuseyrilərlə razıyıq. Amma inanırıq ki, Muhammed bin Nuseyrdən sonra Sünni, Şiə, Xristian və Yəhudi dinlərində olduğu kimi, bəzi əməlsiz alimlər onun mesajını da təhrif etdilər. Ona çoxlu bidətlər əlavə etdilər və insanları azdırdılar. Yəni, Muhammed bin Nuseyrin bab olduğunu qəbul etsək də, təlim və təcrübələrinin çoxuna etiraz edirik və bu dini digər dinlər kimi 99% təhrif olunmuş sayırıq. Buna görə də hər dövrdə bir imamın insanları düzgün yolda qalmasını təmin etməsi vacibdir. Bəli, tamamilə doğrudur. İzah üçün çox təşəkkür edirəm.